Hər vaxtınız xeyir olsun. Əvəzlik emacemdən 14-dən başlayaraq izah edirik. Birinci, 14-cü suala baxmalıyıq. Şəxs əvəzli əşyanı adlandırır. Xeyr, adlandırmaq ismin işidir. Deməli, ona görə bu yanlışdır. Uyğunluğu seçirik. İşarə əvəzliyi sifətin yerində işləndə sifət olur. Sifət olmur. Elə əvəzlik olaraq qalır. Deməli, yanlışdır. Təyin əvəzliyin bəzisi formaca dəyişmir. Bəli, hərdir, bütündür. Bunlar dəyişmir. Deməli, doğru da cavabdır. Necə, nə cür? Müxtəlif nitq hissəsini əvəz edir, doğrudur. Zərfi də əvəz edir, necə danışır. Sifət də əvəz edir, necə adam. Qeyri-müəyyən şəxsi və ya əşyanı əvəz edir, qeyri-müəyyən əvəzliklər. Doğrudur da, qeyri-müəyyən şəxsi əşyanı bildirir. Deməli, C bəndi. Əvəzlik işlənən cümlə. Baxın, hər şey qeyri-müəyyən əvəzlikdir. Bugün digər günlərdən fərqlidir. İşarə əvəzliyidir. Nə qədər sual əvəzliyidir. Deməli, o cavab 2, 3 və 5-ci. 2, 3, 5 E-dədir. Hər an zaman zərfidir, ola bilmir. Özününkü də isimdir. Ona görə ola bilmir. Ki, yiyəlik hala qoşulub isim yaradır. Bəzi dəyişməsə, biz bilirik, bəzi elə belə qalanda sifət əvəz eləyir və təyin olur. Deyir, dəyişməsə nəyə əvəz eləyə bilməz? Bunlar hamısı sifətdə, hamısını əvəz eləyə bilər. Amma düşmən isimli deyən onu əvəz eləməsi üçün gərək mənsubiyyətə görə dəyişə. Bəzi. Əgər mənsubiyyətə görə dəyişsə, onda isim əvəz edər. O, bu əvəzlikləri haqqında doğru fikirlər seçirik. Əvəzlik gəlsə heç bir arada vergül qoymaz. Niyə? Məsələn, o, bu, bura yazıram, o, bu işarə əvəzlikləridir. Gördünüz mü? O, bu, sadaladım deyə vergül qoyuldu. Köməkçiliklə yalnız modal söz yox, nida da hər iki tərəfdə vergül istəyir. Ona görə nida da gələndə vergül qoyula bilər. Feili birləşmənin dəxlisi yoxdur, özündən sonraki nitq hissəsinə baxırıq. Qoşmalı söz, qoşmanın özü gəlmir, qoşmalı söz gəlir. Deməli, hər hansı bir söz gəlir. Deməli, 3-dən 4. Hamı elə düşünür, o mənim dostumdur. Həmişə o kəndə hər kəs bizi qarşılayır. Bir də deyir ki, amonim şəxs əvəzli işlənibdir. O, düz deyir, amonimdir. Amma bizi də amonim şəxs əvəzlidir. Ona görə bir ortaya yazılır, götürə bilmirəm. Deməli, bir olan cavabları çıxıram. Görürsünüz, nə rahat getdi. Əvəzliyin biri zərf əvəz eləmişdir. Elə düşünür. Zərf əvəz eləyib, doğrudur, götürürəm. Sonra deyir ki, əvəzliyin 3 məna növü işlənmişdir. Hər ikisində. Bir də hamı, qeyri-müəyyən, elə, işarə, o, şəxs, mən, şəxs. Deməli, burada 3-cü düz deyir. Qeyri-müəyyən, işarə, şəxs. O, işarə, çünki vergül qoymubdur, işarə götürürəm. Hər kəs qeyri-müəyyən, biz şəxs. Burada 3-dür. Deməli, 3-ü götürə bilərəm. Aha, əvəzliyin bir zərfi əvəz eləmişdir, 2-ni də götürə bildim. O əvəzliyi işarə əvəzliyidir. O əvəzliyi işarə əvəzliyidir. Aha, gəlin görək indi hər ikisindəmi? Ortaya yazıq. Xeyr, o mənim dostumdur. Kim? Orada işarə əvəzliyi deyil ki, 4 olan cavablar çıxın getsin. Təyin əvəzliyi işlənən sadə cümlədir. Baxaq görək, təyin əvəzlik varmı bu cümlədə? Hər, öz, bütün filan varmı? Görürəm ki, yoxdur. Ona görə 5-i götürə bilmirəm. İşarə əvəzindən sonra vergül qoysa şəxs olar. Bəli, o kəndə gedəndə düz deyir. Deməli, 2, 3, 6, B bəndi. Keçdik digərinə. Heç kimsə gəlib soruşub ki, necə yaşayırsan? Burada bax, heç kimsə demirəm. Heç deyir kimsə, heç ədat götürülür. Gəlib kimsədə qeyri-müəyyən əvəzlik götürülür. Deməli, yanlış fikri seçirəm. Mürəkkəb əvəzlik işlənməyib, düz deyir. Mürəkkəb və sadə əvəzlik işlənir. Xeyr, kimsə düzəltmədir, necə isə sadədir. Mürəkkəb əvəzlik yoxdur. Deyir, qoy görə elə bilirmi ki, heç kimsə bütöv növdədir. Bütöv birlikdə gelir. 20. İşarə əvəzindən sonra vergülün işlənməsi doğrudur. Burada o şəxs əvəzliyidir, çünki kim sualına cavab verir. O şəxs əvəzliyidir, çünki kim sualına cavab verir. O işarə əvəzliyi olanda hansı sualına cavab verir, vergül qoyulmur. Burada hər əvəzlik gəlib, vergül olmaz. Biz əvəzlik gəlib, vergül olmaz. Bu, xəyal deyil. 20-də E bəndi. Sizin kimliyiniz hamıdan çox bizi düşündürürdü. Əvəzliklərə aid siz və biz. Bir də hamı. Bu üçün düşünür. Kimlik bildirir ki, isimdir də, lıq isim düzəldir. Deməli, 21-ci testdə əvəzlik mənsubiyyətə görə dəyişib, xeyr. Şəxs əvəzliyi sifət əvəz eləyib, xeyr. Əvəzlik hal qəbul edib, sizin yiyəlik haldır, bizi təsirlik haldır. Deməli, 21-də oldu cavabımız C bəndi. Hansı əvəzlik situasiyadan asılı olaraq mübtəda və təyin kimi düşünülə bilər? Demişəm, belə olanda o, buya həm kim,
həm də hansı sualı verə bildiyim cümləni seçin. Deməli, baxırıq. Deyir, o çayın kənarındakı meşələrə çox zövqlə seyr edərdi. Kim o? Bir də o çayın, hansı çayın? Gördünüz, və salam. Bir kim, bir də hansı sualı verəsiniz? 23. 23-cü sualda deyir ki, 23-cü sualda əvəzlik harda təyindir, harda zərflik, harda mübtədadır. Gəlin baxaq. Deməli, belə. Əvəzlik təyindir. Burada çatan feili sifət gəldiyi üçün ümumiyyətlə həmin müstəqil cümlə üzvü deyil orada. Ona görə A olan cavablar getdi. Tərkibin içində müstəqil cümlə üzvü ola bilmir də. Axı özdən sonra feil sifət gəlir. Bax, cümlə belə olur. Qayıtdı. Kim qayıtdı? Azər. Nə zaman? Aytaç kəndə çatandan sonra. Çünki məsdər feil sifət feili bağlamalar özünə əvvəlkiləri qoymur müstəqil cümlə üzvü olsun. Birlikdə cümlə üzvü olurlar. Əvəzlik zərflikdir. Gəlin görək. Hələ də bilmirsən, haraya gedirsən, haraya. Deməli, 2-yə oldu nə? D bəndi. Sonra, əvəzlik mübtədadır. Hansı sənin tapşırığını yerinə etməyib? Tapşırığı etməyib hansı? İsimləşib də ona görə mübtəda götürülür. 3-ə uyğun gəlir B. Harda? Təyindir. Elə şagird, necə şagird? 1-ə uyğun gəlir C. 1 C, 2 D, 3 B. C bəndindədir.